Cinsi yolla keçən infeksiyalar düşündüyümüzdən daha çox yayılıb və əfsuslar olsun ki, bugünkü gün heç bir simptomu olmadan insanlar daşıyıcısıdır. Yəni biz bilmədən daşıyıcı oluruq və cinsi partnyorlarımıza bunu ötürürük. Bu necə bilinir? Cinsi orqanların ətrafında ziyil, sidiyə gendə yanma, göynəmə, qadınlarda ifrazat olmağı, kişilərdə ifrazatın olmağı. Bu nəinki sizin genital problemlərinizdir. Bu həm də sizin reproduktiv sağlamlığınız və ümumi sağlamlığınıza çox böyük bir fəsad verir. Bu hallarla əgər siz rastlaşırsınızsa, mütləq müalicə alın, mütləq həkimə müraciət edin. Bunlar arasında nədir? İnsan papilloma virusudur. Bunların içində gonoreyadır, sifilisdir, xlamidiya, ureoplazma, mikoplazma və genital gerpeslərdir. Bunları mütləq mütəmadi olaraq yoxlanın və heç olmasa 6 aydan bir həkimin qəbulunda olun. Çox sağ olun.